bədnəzər və pis gözdən qorunmaq üçün təsirli duadır. Diqqətlə qulaq asın. Bəzən elə hiss edirsən ki, hər şey yolunda getmir. İşlərin çətinləşir. Özünü yorğun və halsız hiss edirsən. Bu da bədnəzərin və pis gözün təsiri ola bilər. Bu duanı oxuyun. Əuzu billahi min ayni hasidin və qəlbin qafilin. Həsəd aparan gözdən, qəflət içində olan qəlbdən Allaha sığınıram. Səhər evdən çıxmazdan əvvəl, işə və dərsə və başqa yerlərə getməzdən əvvəl və özünü halsız və yorğun hiss edən zaman bu duanı oxuyun. Özünüzü və həm də ailənizi bu dua vasitəsilə qoruya bilərsiniz. Nəzər, yəni pis göz insanın işlərinin bağlanmasına, bərəkətin azalmasına, ruhi və fiziki yorğunluğa səbəb ola bilər. Amma narahat olma. Bu duanı hər gün tez-tez oxumaqla özünüzdə ruhi və fiziki rahatlıq tapacaqsınız. Və xalis niyyətlə oxuyun.